Və burada biz nəyə diqqət eləyəsik? Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədəki fəaliyyət dövrünə aid olsun. Gəncədə fəaliyyət göstərən ikinci hökumət kabinetidir. Biz təqribən sentyabrın 15-17-sinə kimi olan bir dövrü axtarırıq. İyun ayından baxaq. Müsəlman korpusunun Əlahəddin Azərbaycan korpusu adlandırılması. Bilirsiniz ki, Nuri Paşanın vasitəçiliyi ilə Osmanlı ordusu Azərbaycana daxil oldu. Bundan sonra isə Nuri Paşa rəhbəriyyətə gələn bu ordu Azərbaycanın milli ordu hissələri ilə birləşib, hələ milli ordu tam formalaşmasa da adı dəyişdirildi və Əlahəddin Azərbaycan korpusu adlandırıldı. Və bu Gəncə dövrünə təsadüf eləyir. A variantı doğrudur. Digərləri isə baxaq. Osmanlı dövləti sülh və dostluq müqaviləsinin bağlanması. Bu olubdur. Deməli 4 iyunda baş verəcək Tiflis dövrünə götürə bilmirik. Vəzifələr müəssisəsi seçkiləri haqqında əsasnamənin qəbulu 19-cu ilin yayına aiddir, götürə bilmirik. Xosrov bəy Sultanov hərbi nazir vəzifəsinə təyin edilmişdi. Noyabr ayında hərbi nazirlik təsis edilmişdi. Bu dövr Bakıya aiddir, götürə bilmirik. Qarabağ general qubernatorluğu yaranması haqqında qərar 19-cu yanvar ayıdır. Bu da yenə bizim Gəncə dövrünə təsadüf etmir. Cavabımız ona görə də götürülür A variantı.